Bugün bu pişiyin qalıq borcunu ödəyib klinikadan çıxarmağa getmişdim. Hansı ki bilirsiniz, mən onu ayın 9-u tapmışam. Ayın 9-u klinikaya yerləşdirmişəm. O vaxtdan bəri stasionarda yatır. Günü 15 manatdan üzərinə gəlsin əlavə yemək pulu da hesablanır stasionarda, yəni 15 manata daxil deyil yemək. Və ayın 9-undan bəri boş-boşuna yatır. Ona görə ki, əməliyyat üçün gözləyirdi. Orada saxlayırdım ki, əməliyyat üçün kimsə dəstək olar, əməliyyat olunar. Ha gözlədik, borc artdıqca artdı. Ayın 13-nə qədər, 9-undan 13-nə qədər toplam 120 manat xərci çıxmışdı. Müayinə, rentgen, nə bilim, stasionar yemək pulu. 13-nə qədər 120 manat ödəmişdim. 13-dən bu günə kimi də 38 manat, yəni 9 günə 38 manat yemək üçün. Günə 15 manatdan 9 vur 15, 135 manatda stasionar üçün, yəni 173 manat bu gün ödəmişəm. Ayın 13-nə qədər də 120 manat, yəni toplam 293 manat. Demək olar ki, 300 manat bu günə kimi, 9-undan bu günə kimi xərci çıxıb və ayın 9-undan bu günə kimi ümumiyyətlə mənim kartıma gələn məbləğ bu heyvan üçün ümumiyyətlə gələn toplanan məbləğ səhv eləmirəmsə 150 manat civarıdır. 150 manatı keçmir bildiyim qədərilə, yəni belə təqribi hesabladığım qədərilə. Yəni belə və üzərinə gəlsin. Bu arada bugün bu heyvanı da qısırlaşdırmışam. Bir ay qabaq paylaşmışdım. Bilmirəm xatırlayırsınızsa, gətirib yeni bizim qapıya yeni bir heyvan atıblar. Quyruğu kəsik, üzündə yarası. Yarasını demək olar ki, sağaltmışam. Quyruğu çoxdan kəsilmişdi, bilmirəm nə vaxtdan kəsib, yəni quyruğunda yara falan yox idi, üzündə yarası var idi və cinsdir deyəsən bilmirəm, yarı cins oxşuyur. Dişidir deyə məcburən qısırlaşdırdım. 80 manat buna ödədim. 10 manatlıq bugün hər gün olduğu kimi minimum 5-10 manatlıq yaş yeməyə hər gün pulum çıxır. Həftəlik koruma, yəni həftəlik yeməklərini ümumiyyətlə 70-80 manat, ümumiyyətlə 100 manata yaxın yemək pulu çıxır. Hələ xəstəliklərini demirəm 30-dan çox heyvanım var. Hamısını müxtəlif vaxtlarda sağaltmışam, hardasa tapmışam, heç bir səhvəm yox idi. Sağaltmışam, qalıblar üzərində, sayları artdıqca artıb. Küçədə kim harda, ümumiyyətlə qəsəbədə, bizim qəsəbədə kim harda xəstə heyvan görsə və yaxud da ki öz heyvanını başından eləmək istəsə, gətirir bizim qapıya atır. Çünki mənə göydən pul yağır, çünki mənə göydən pişik yemək yağır, çünki mənə bütün həkimlər, bütün klinikalar pulsuz xidmət göstərir. Mərhəmətli insanlar da gətirib bizim qapıya atır. Eləcə bu heyvan olduğu kimi. Yəni sayları durmadan artır və onu da demək istəyirəm ki, burada qəribə rəylər yazırlar, hansı ki, kütbeyin toylar girib heç paylaşım aralığına baxmadan, mənim səhvəmə, yəni girib heç baxmadan ki, hansı aralıqlarda paylaşmışam. Ay pul dirənirsiniz, niyə, nə bilim, sizin səhvəniz niyə ancaq xəstə heyvanlarla doldu? Ay toy bir girib bax gör mən o hansı aralıqla paylaşmışam. Ən son keçən ay öz həyatımdakı pişiklərin biri patisi şişmişdi. İmkanım olmadığı üçün, çünki ondan bir həftə öncə, heç bir həftə olmazdı. 1-2 gün öncə mən 150 manat bir pişiyə xərcim çıxmışdı. Heç bu səhvədə paylaşmamışdım. Qəpiyinə qədər özüm ödəmişdim. Yenə də Skyway taparmışdım. Orada o qədər xərcimiz çıxdı. Və onda artıq heç imkanım olmadığı üçün o patisi şişən ağ pişik mangustin üçün dəstək istəmişdim. Və bir ay sonra da bugün bu pişik üçün dəstək istəmişəm. Amma bu toylar kör gözləri ilə, çıxmış gözləri ilə, körlaşmış gözləri ilə girib baxmırlar ki, mən hansı aralıqla paylaşım edirəm və bu ayda bu heyvan üçün kömək istəmişəm. Niyə sizin səhvənizdən nə bilim ancaq xəstə? Yox, oynadıqlarını paylaşım. Yəni ancaq qəşəng çöldə əziyyəti heyvanlar çəkim paylaşım. Əlbəttə ki, dəstəyə ehtiyac olanları paylaşacağıq da. Küçə doludur. Hər gün az qala qabağıma çıxır. Hər gün. Bugün belə gözləri pis gündəydi məsələn bugün bu çəkdiyim balanın. Üstündə də dərman yadımdan çıxıb evdə qalmışdı. Vura bilmədim dərmanda. Nəsə, əsəbləşirəm çünki insanların toyluğu məni dəli eləyir. Burada zaten yetər qədər bu heyvanlar üçün. Baxın bugün təkcə bugün 263 manat, yəni mənim xərcim çıxıb 80 manat qısırlaşmaq üçün ödəmişəm taksi ödənişi ilə bir yerdə bu pişiyə 80 manat, 173 manat bu qolu zədəli olan pişiyə, 10 manat yaş yeməyi almışam. Sabah yenə 20-30 manatlıq minimum böyük ehtimal ki 2-3 günlük yenə korum alacağam. Və mən burada zülümlə, itin zülümü ilə, bir ton borcla heyvanlara baxıram, gəlir orada hansısa küt beyin yazır ki, siz pul dilənirsiniz, nə bilim, ancaq səhvənizdə nə bilim belə qırıq, nə bilim ayağı qırıq, nə bilim nə heyvandır. O keçən ay paylaşdığım o ayağı şişən pişiyə yazıb ki, biri elə bir dağ